Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar, hörmətli izləyicilər. Xırdalandayıq mərkəzdə. Radnoy 3 otaqlı mənzil sizə təqdim edirəm. Giriş hissəsini gördünüz, bir daha göstərəcəm. Girən kimi üzbəüz bizdə qonaq otağıdır. Xruşovka proyekti 4 mərtəbəli daş binanın 4-cü mərtəbəsində yerləşir bu mənzilimiz. Kombisi var, burada balaca bir balkonu var da oranı çəkməyə ehtiyac yoxdur. Keçək digər otaqlarla da tanış olaq. Mərkəzdədir, parka yaxın bir ərazidədir bu mənzilimiz. 4 mərtəbəli daş binanın 4-cü mərtəbəsində yerləşir. Sənədi də çıxarışdır, yəni kupsalıdır. Hal-hazırda da ipotekadadır, onu da qeyd eləyək. Yəni ki, 28.000 borcu qalıbdır, aylığı 300 manatdır. 300 manat aylıqla 28.000 borcu qalıb. Yəni kiməsə ipoteka ayrılıbsa hal-hazırda gəlib bu mənzili belə deyək də perevod eləyə bilər. Yəni 60.000 manat ödəyib, 28.000-i də aylığı 300 manatdan ödəyə bilər. Giriş hissəsini gördünüz. Burada digər ikinci yataq otağıdır, bura genişdir. Belə bir balkonu da var, yəni skvaznoy mənzildir, onu da deyək. Və binanın arxasında balkonu belə bir artırması da var. Yəni ki, Xruşovka proyektdə bilirsiniz, balkonlar biraz balaca olur. Buranı biraz genişləndiriblər. Keçək mətbəx hissəsindən də tanış olaq. Əlaqə nömrəmiz də profildədir. Zəng eləyirsiniz, gəlirsiniz, baxırsınız. Sizin də satışlı evləriniz varsa, buyurun bizlə əlaqə saxlayın. Tez bir zamanda satışında köməklik eləyəcəyik. Yəni narahat olmayın. İnşallah ki, qoyduğumuz elanlar da tez bir zamanda satılır. Keçək bu sanitar qovşağını göstərək. Burada yəni ki, demək olar ki, təmirsiz də belə deyək. Zəng eləyin, gəlin baxın. Kim alsa Allah xeyrin versin, hər kəsin evi olsun.